Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər, hörmətli həmvətənlər. Mən Qaradağ rayon Ələt qəsəbə sakini Həsənov Elxan Bəhluloğlu, həmçinin Daxili İşlər Nazirinin Daxili Qoşunların xüsusi təyinatçısı 4 illik əskər olmuş, Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi uğrunda döyüşmüş, həmçinin Konstitusiyanın uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş vətəndaş Həsənov Elxan, Azərbaycan Respublikası müharibə veteranı. Hörmətli izləyicilər, mən illər boyu Qaradağ rayon icra hakiminə müraciətimə, yazılı müraciətlərimə baxmayaraq birbaşa, bax burada göstərən neçə məktublar var. Neçə illərin məktublarıdır. Yəni sayı hesabı yoxdur. Dəfələrlə yazılı surətdə məktublar ünvanlamışam. Mən də onların cavabı həmişə eyni məzmunda olub. Fondumuzda vəsait yoxdur, maliyyə imkanlarımız məhduddur, heç bir köməklik eləyə bilmərik. Bununla da məni yola salırlar. Bu məsələdən, baxın, Sosial Müdafiə Naziri, Qaradağ rayon icra hakimi, Milli Məclisimizin deputatı hörmətli Aydın müəllim, Süleyman müəllim Mikailov, Cənab Prezidentə, Ali Baş Komandanımıza dəfələrlə müraciətim olub. Hörmətli vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dəfələrlə müraciətim olub. Onların Ali Baş Komandanın vitse-prezidentimizin göndərdiyi göstərişlərə Qaradağ rayon icra hakimində məhəl qoyulmur. Mən çox ağır bir şəraitdə yaşayıram, dözülməz vəziyyətdəyəm. 236 manat mənzil kommunalda işləyirəm, maşallah. 80 manatda prezident təqaüd alım. 2 az yaşlı övladım var, 16 yaşında, 8 yaşında. Həyat yoldaşım da ürək xəstəsidir. Yəni ağır bir durumdayam. Xahiş edirəm, dövlət qurumlarından birbaşa prezidentimizə müraciət edirəm, Ali Baş Komandanımıza müraciət edirəm ki, mənə köməklik olunsun. Xahiş edirəm, ağır bir şəraitdə yaşayıram. Buradan Qaradağ rayon icra hakiminin də xəbəri var, nümayəndə göndərib çəkiliş gedib burada. Burada Milli Məclisimizin Qaradağ rayon deputatı Aydın Hüseynovun xəbəri var, kömək üçün göndərib burada çəkiliş aparıb. Buradan Sosial Müdafiə Nazirinin xəbəri var. Yəni, təkrar qeyd eləmək istəmirəm. Hamısı da eyni məzmunda mənə cavablar göndərirlər ki, fondumuzda vəsait yoxdur. Prezidentimizin birbaşa qərarı var. 50-lər üçün, şəhid ailələri üçün. Yəni, sizə heç bir köməklik edə bilmərik. Bu qədər. Çox sağ olun.